En çok verilen suallardan biri de budur. Milli takside sürücü kimi necə qeydiyyatdan keçmiyorlar? Proses çok sadedir. Gəlin izah edim. Bunun iki asan yolu var. Birincisi ve en sadesi. WhatsApp vasıtasıyla. İndi size nömrəni deyəcəm. TikTok qaydalarına göre nömrəni ekranda göstərə bilmirəm, ona göre de xahiş edirəm, diqqətlə qulaq asın. 010 783 01 01. Bir daha tekrar edirəm. 010 783 01 01. Bu nömrəyə sənədlərinizi göndərirsiniz, komandamız sizi tamamilə təmənnasız olaraq qeydiyyatdan keçirir, balansınıza 10 azyen bonus əlavə edir və sizinlə əlaqə saxlayır. İkinci yol isə onlayn qeydiyyatdır. Play Market veya App Store'a daxil olub axtarış yerinə milli sürücü yazırsınız, tətbiqimizi yükləyirsiniz və oradakı təlimatlara uyğun olaraq özünüz qeydiyyatdan keçirsiniz. Hansı yolu seçirsinizsə seçin, biz sizi gözləyirik. Milli taksiyə xoş gəlmisiniz.